Mədəniyyət mənim xoşbəxtliyimdir. Bugünkü günə qədər mədəniyyət mənə xoşbəxt həyat bəxş edir. Amma elə arzular var ki, mən hələ onları yaşadıra bilməmişəm. Hiss edirəm ki, Allah Taala hələ ömür verər. Mən özümü çox gənc hiss edirəm. Mən ömrümdə bir dəfə belə pis eləmişəm bir nəfər adama. Amma səhəri gün gedib onu mən üzr istəmişəm. Bu gün də özümü bağışlamıram. Mən heç arxaya baxdım, heç kim olmadan xoşbəxt yol keçmişəm. Düz əziyyətli yol keçmişəm, amma xoşbəxt yol keçmişəm. Talihim elə mənim mədəniyyətdir də. Talihim mədəniyyət. Bir sıra sahədə özünü sınamışdı, amma qəhrəmanımın da dediyi kimi o deyil, bu həyat məni razı salmır dilemması qarşısında mədəniyyətin üzərində dayanıb. Lətif Zərbəliyev, Talihim mədəniyyət.